Selamun aleyküm, akşamınız xeyir. Aleyküm selam, rahmetullahi ve berekatuhu. Sabahı nə deyib, hər sözün də arxasındadır. Aydın, sözünüz varsa rəddiyə verin. Gəl Nəml Verirəm də surəsinin rəddiyə. baxaq da indi, ya Allah. Ya Allah, rəddiyəmi Nəml verirəm. İndiden biraz hissli adam oxşadın ay Sabo. Sen Bir dənə Mən səs- sənin rəddiyəmi verim də inşallah. Sən Səsi səsini hamı- bağla kiminki. Səsi hamı bağlasın, zəhmət olmasa. Bir dənə Təkə-tək səsinizi danışın. bağlan, təkə-tək danışaq. Problem yoxdur Allahın izni ilə. Mən sənin rəddiyəmi verirəm. Bismillah, elhamdülillah və salatu və selam alə Rasulullah. Mən sənin rəddiyəm odur ki, sən bir söhbətdə, debatda demisən ki, sənə Əraf 194-ü gətiriblər. Əgər doğru deyirsinizsə, onlar da sizi kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onlar gəlsin. Sənə deyiblər ki, çağır mənə əleyhissalamı gəlsin. Bu dünyada əgər Allah subhanahu wa taala mənə xeyir və şər nəsib eləsə, onun qarşısını heç kəs ala bilməz. Sənə qayıdıb deyiblər çağır, sən də demisən ki, çağırıram. Özüm baxmışam videoya. Deyib ki, çağır. Sən deyibsən mənim namazımdır, mənim nə bilim yeməyim, içməyim, ata-anama hörmət eləməyim, belə elə məni əhl-beyti çağırmağımdır. Burada müşrik olursan, olmursan. Birinci bəhs eləsən deyil, sən mənim adımdan danışsansa, demək sən kəzzablıq eləyirsən, bu bir. Sənin önce mənim üstümdə haqqın var. Bu birinci məsələ. İkinci qulaq məsələ asın, bəhsə buyur. gələ axıracan baxmaq lazımdır. Həmən bəhs olub Mücahid Qafqaz. Və Mücahid Qafqaza zəhmət olmasa zəng elə, ya qoş xəttə ki, hələ Mücahid Qafqazın biz zəngdə danışmışıq ki, o bəhsi niyə kəsilib paylaşılıb, axıracan paylaşılmıyor. Bu da ikinci məsələ. Necə ki, mən 7-8 dənə versiyasını paylaşdım, bir dənə paylaşıb, o da kəsintili variantı. Sən bəhsi ümumiyyətlə baxmamısan, hissəsinə və kəsilmiş hissəsinə baxırsan. Aydın? Gəl Nəml səhərdən Sen görən yansın ay Vahid. Nəml surəsinin 80-cı ayəsini danışırsan. Nəml surəsinin 80-cı ayəsinə zəhmət olmasa oxu, nə başa düşürsən, onu bizə dinə. Mənim yanımda mən Quran-Kərim yoxdur da, mən ayəni deyirəm oxu sən. Yaxşı, sən yerə mən oxuyum da. Oxu da, bismillah, nə olasın ki, Allah subhanahu wa ta'alanın kəlamlarıdır. Allah subhanahu ve taala buyurur. Bismillahirrahmanirrahim. İnneke la tusmi'ul mauta. Deyir ki, əlbəttə sən eşitdirə bilməyəcəksən. Lə inkar əvəzlidir. Tusmi'u, yəni eşitdirmək, hiss elətdirə bilməyəcəksən. Əl-mauta, ölünü. Və və tusmi'u, deməli, yenə eşitdirə bilməyəcəksən. Savmə, sağlıqlarında duaya, çağırışını. İmam ayə nəzər saldıqda məna bu cür verir ki, Əlixan Musayevin tərcüməsində deyir ki, sözsüz ki, sən ölülərə eşitdirə bilmərsən, nə də dönüb gedən karlara çağırışını çatdıra bilmərsən. Əgər sən burada bioloji olaraq ölünü başa düşürsənsə, 81-ci ayədə, bax, Naml surəsinin 81-ci, yəni daha sonraki ayədə Allah subhanahu və taala buyurur ki, sən körlara düşdükləri azğınlıqdan doğru yola çıxara bilməyəcəksən. Yəni burada kar, kör və ölüdən söhbət gedir. Buradakı ölü bioloji ölü deyil, möhürlənmiş insanlardan söhbət gedir ki, sən nə karları, hansı karları, qulaqlarına möhür vuranları, nə qəlblərin ölülərini, nə də gözlərinə damğa vuranları heç cür sən hidayət edə bilməyəcəksən. Aydın, buradakı bioloji ölünü sənə göstərə bilməyəcəksin axı. Çünki burada mənəvi ölümdən söhbət gedir. Kar da deyir, ölüdə kar var, ölü zaten cismani ölüdür, ölüdə körlük var, ölü zaten cismani ölüdür. Əgər kar, kör və ölüm deyirsə, buradakı mənəviyyatdandır. Necə ki, biz başqa ayələrimizə nəzər saldığımız zaman görürük ki, Allah subhanahu wa taala buyurur ki, onların qəlbi, gözləri və qulaqları möhürlənib. Burada da eyni ilə keçir. Qəlb ölüdür, kar qulaqları möhürləməsi, körlük isə gözlərin körlüğüdür. Xatamallahu və qulubi. Gözləyə gör nə deyirəm Səbuhi. Sənə bir söz deyim. Sən mənə Quran-Kərimdən gətirə bilərsən də Allah subhanahu wa ta'aladan başqa. Mənə bir söz demə nədir? Mövzunu dəyişirsən, cəmaatın Nəml surəsinin 80-ci ayəsində başına xara bilirsən. Nəml surəsinin 80-ci ayəsində. Yox, sən birinci elə etiqadında olan insan deyirəm ki, birbaşa öyrə xitab eləmək. Mən şəxsə maraqlandırmır. Mənə şəxsən mən söhbət edirsən. Mən Sabu ilə söhbət edirəm. Səni eşitdim. Nəml 80-da mənə ölünü açırlar. Qulaq asırsan mənə. Nəml 80 Qulaq Bir qulaq as da kişi. Bir qulaq as, danışdın, bir dinləmə qabiliyyətin olsun. Bura kolxoz bazar deyil sənin üçün, qulaq as. Səhərdən amma kolxoz bazarından dəstək keçirsən. Hə də deyirəm ailində bu zillətdən.
Özün Qulaq zillətin as. içindən çıxa bilmirsən. Ölünü Qulaq as, açıqla. mən zinlətim, əlhəmdülillah, mən elə birbaşa Allah subhanahu və teala'ya ibadət edirəm. Sizi kimi çerez istəmirəm. Sən Allah'a Demirəm ki, birbaşa ya itaat Əli. edə bilmərsən. Sən Qulaq Allah'a as, sən elə tanıtılan onun şəxsə itaat əmr edəcəksən. Sən Allah'a etdiklərinə sən tabi tanıtılan oluram, şəxsə itaat etdikdən çəkindirdiklərindən sonra Allahın ibadət iznilə edəcəksən. çəkinirəm. Tabii, Sən mənə vallahi- Quran-ı Kərimdən qulaq as kimin ki? Nə Sən mənə falasın? Quran-ı Kərimdən buyur bir ayə gətir ki, Allah subhanahu və taala Allah subhanahu və taaladan başqa kimdən istəmək olar? Buyur bismillah gətir. Zuhruf 86. Gətir oxu. Oxuyum mən. Yox, özüm oxuyuram. Vallah məhv olasınız. Allah'a tövbə. Qıraqdan heç kimi daxil eləməsin bala. Qıraqdan heç kimi daxil eləməsin. Zümər surəsi 3-cü ayəni öz başından Hayır. sızdı Deyir axı. ki, Məhv neysə. Allahın ayəsinə qulaq as. Ay Allah subhanahu və taala itaat eləyən. Buyur. Deyir ki, Bismillahirrahmanirrahim. Və la yemlikul lezina yad'una min dunihi şefaate illa men şehide bil haqqi və hum ya'lamun. Deyir müşriklərin, buradakı qəsd müşriklərdir. Müşriklərin Allahı qoyub tanrılara şəfaət diləmələri olmaz. Yalnız, bax, yalnız istisna verir. Haqqa şahadət verənlər istisnadır. Orada yanlış əvəzgəri illə deyir. İllə mən şəhidə bil haqqi ya'lamun. Yalnız haqqa şahadət verənlər istisnadır. Onlar kimdir? Onlar şəfaət verir. Kimlərdir? Amir el-Mu'minin aleyhisselam haqqa şahadət verib, verməyib. Sahabələr haqqa şəhadət verməyib. Amir el-Mu'minin aleyhisselam sahabə deyil. O yaxşı Ömər ibn Xəttab şəhadət verməyib. Yaxşı, yox, verməyib. Verməyib. Gətir Xeyr, indi dəlilini. Gətir. Gətirim, yaxşı. Gətir dəlilini vermədiyinə Yaxşı, dair. Gətir. Yaxşı. Niyə həzanlarsan? Allah subhanahu və taala Hə, Quran-ı bilirəm, o Kərimdə ayət ayrı amma Hucurat bura dəlil surəsinin deyil, öz yanından ayə yozur başından. Hə, gətir. Allah subhanahu və taala Quran-ı Kərimdə Hucurat surəsinin əvvəlki ayələrinə buyurur ki: "Ey iman gətirənlər, peyğəmbərin yanına səsini qaldırmayın, yoxsa özünüz də bilmədən əməlləriniz hədər olar." Əməl əgər hədər olursa insanın İndi öz sözündən mənəviyyatı- özünə bura sokaqdı. Qulaq as. Bax bu. İndi mən sənə bir Qulaq söz as. deyirəm. Ay ki, qulaq as da, sözümü Qulaq tamamlayım. asıram, yaxşı, buyur, Burası buyur, söhbətdir, burada. İndi sənə gör necə bir söz deyirəm ki, and olsun Allaha deyirəm, başımı götürüb qaçsan. Buyur denə. Hə, ya bax and içdin hə. Mən başımı Hə, tutub buyur qaçmazsam, denən, hə, sonra buyur. Yalançı andıva girə tövbə eləməli olacaqsan, yaxşımı? Buyur indi görə kim tövbə eləyir? Zillətdən Yaxşı. kim ayılır? Buyur. Yaxşı. Allah subhanahu və taala Hucurat surəsində buyurur ki: "Ey iman gətirənlər, peyğəmbərin yanında səsinizi qaldırmayın. Uca səslə danışmayın. Yoxsa əməlləriniz hədər olar." Bu Hucurat surəsi nazil olduqdan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm kağız qələm hədisdə görür ki, Ömər ibn Xəttab qalxaraq ayağa deyir ki, Peyğəmbər sayıqlayır və bizə Quran yetər. Səhih Buxarinin 114-cü hədisində. Və hədis buyurulur ki, Abdullah ibn Abbas orada səsküy qalxdı. Səsi qaldıran da Ömər ibn Xəttab idi. Zaten ayənin şən nüzulu da Ömərlə Əbubəkir idi. Və burada Ömər ibn Xəttabın əməlləri hədər oldu Quran ayəsinə görə. Ömərdən Əbu Bakr idi, düz demisən? İndi mən sənə deyirəm ki, Abu Bakr Sıddıqa, Abu Bakr radiyallahu anhuya Tövbə surəsi 100-cü ayə birbaşa Abu Bakr Sıddıqa enibdi. İndi Abu Bakr Sıddıqı sən qəbul eləmirsənsə birbaşa müşriksən. Sən nə deyirsən indi Tövbə 100-cü Yox, ayə? gəlin indi deyək, bax. Gəlin indi. Tövbə 100 oxu indi cəmaətin yanında. İndi qulaq as da. Buna cavabın var sənin? Tövbə 100 oxu. Buna cavabın var, keçirəm. Sən qəbul eləmirsən mən sənə ayə gətirirəm. Tövbə surəsi 100-cü ayəni oxu. Mənim gətirdiyim nədir bəs? Tövbə surəsi 100 oxu. Mənim yox mən təqdim edirəm. Boss mən təqdim elədim nədir? Görsən özünə brasok atsan, söhbətdən qaçmaq istəyirsən. Tövbə mən təqdim etdiyim ayə deyil, nədir? Nağıldır. Ay qardaş, Tövbə surəsi 100 oxu birbaşa. Quranda tənəqqüs yaradar. Quranda tənəqqüs yaranır. Ay, axı sən istəyatçı qoşumda sən. Quranda tənəqqüs yaranır, yaranmır. Necə səsin zəif gəlir? Quran-ı Kərimdə tənəqqüs yaranır, yaranmır. Tənabus sözünü bilmirəm nə deməkdir, izah elə görüm. Yəni ziddiyyət. Quranda ziddiyyət yoxdur. Əgər Quran-ı Kərimdə ziddiyyət yoxdursa, Allah subhanahu və taala Quran-ı Kərimdə buyurdu, peyğəmbər yanına səsini qaldıranlar əmələ hədər olan şəxslərdir. Əvvəlcə Ömər peyğəmbər yanına səsini qaldırdı, qaldırmadı? Ömər ibn Xəttab. Yox, qaldırmadı. Qaldırmadı. Onda Səhih Buxari zəif hədis ixraz eləyir. Hədisin ravilərini, rical elmini gətir bura. Hədisin ravilərini gətir. Yaxşı, gətiririk. Gətir hamısını bir-bir incələ hədisin ravilərini, buyur. Yaxşı,
Yaxşı. Səhih Əl-Buxari sənin üçün bütünlükdə səhih deyil. Buxari demək deyil ki, mən tamamilə onu səhih qəbul eləyirəm. Səhih Buxarini option mən tamamilə səhih qəbul eləməyə də bilərəm. Sənə deyirəm ki, hədisin ravilərin, ay qardaş, hədisin ravilərini gətir. Dair dəlil gətir. Sən tövbə 100-dən qaçırsan. Sən tövbə 100-dən qaçırsan. Tövbə 100-dən Allahın olsun, tövbə 100-dən qaçmıram. Hələ tövbə 100. Assalamu aleykum kullu muslimin. Aleyküm salam rəhmətullah. Bir də mövzuya girməyin, zəhmət olmaz. Nolar, mən bir şey danışmaq istəyirəm. Bir dənə Səhih Əl-Buxari. Mövzuya girməyin. bir dənə mən şey danışmaq istəyirəm, hekayə. Danışma, hekayə vaxtı deyil. Mən çıxıb gedəm Qardaş, hekayə danışmaq istəyirəm. Bir dənə mən olar inşallah. Ay qardaş, deyirəm ki, biz özümüz danışırıq da. Yox, bir dənə hekayə danışım görək bu necədir, nə plandır. Hekayə vaxtıdır. Uşaq oyuncağıdır, Sincanlı. Qardaş, indi görəsən də o oyuncaqdır yoxsa yox. Yox, bir dənə hekayə danışmaq istəyirəm. Müslüm, mən icazə versən axı. Buyur danış, bismillah. Bir dənə onda səslən kəs bu hekayəni danışım gedirəm. Nə oldu? Başa baş gələ Bir gün deyir İmam Rıza. İmam Rıza. Başa ay nə İmam Rıza'ya? Burada elə Ömərdən söhbət gedir. Nə İmam Rıza'ya fırladırsan söhbət? Ömər sənin sinif yoldaşın deyilə, biraz əxlaqlı. Allah Ömərə lənət eləsin. Allah sən elə nəysə. Görürsən Ömərə də lənət eləsin. Əbu Bəkirə də lənət eləsin. Qalxsın, nə bura? Görürsən əqidən lənət üstündə qurulub. Dən bir də onlardan hekayə danışıb mən gedirəm də, axı. Müşrikdir o, müşrik. Aman dilden gitti, gülüm oldu karpe, sulan gülşende. Zahra canem Zahra, Zahra canem Zahra.